Mən izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çox dadlı, ləzzətli, görünüşü torta oxşayan mimoza salat reseptini paylaşacağım. İnşallah ki, sevərək, bəyənərək izləyərsiniz. Bizə lazım ərzaqlar öncədən hamısını pörtətmişəm. Bir böyük ölçüdə toyuğun döşəti, 4 ədəd markov, 4 ədəd yumurta iri ölçüdə, 300-350 qram pendir, Holland pendiri. Baxın, süzgəcin ən xırda gözündən keçirtirəm Holland pendiri. 5 ədəd kartof. Mən həmişə kartof 1 ədəd artıq eləyəm. Elə daha gözəl dadlı olur salatlar. Burada isə böyük ölçüdə mayonezlə istifadə edəcəm. Üzərində streç və belə rezin vasitəsilə bağlamışam. Sonra isə diş çöpü ilə belə xırda-xırda deşiklə açmışam ki, elə də mayonez daha gözəl hər tərəfinə yetişir. Daha rahat olur. Yəni qaşıqla yaymağa da o qədər gərək qalmır. Çox rahat bir üsuldur. İnşallah siz də elə sınayarsınız. Fərq etməz, pinguin paketi də üzərinə keçirə bilərsiniz. Rezinlə bağlayırsınız. Çox gözəl, rahat olur. İlk öncə belə bir qab götürürəm. İstədiyiniz qabda edə bilərsiniz. Altdan belə mayonezi vururam. Sonra üzərinə kartofu belə qəşəngcə yayıram. İlk öncə vurguladığım kimi bütün tərəvəzləri pörtətmişəm. Video uzun olmasın üçün. Baxın, nə gözəl hər tərəfinə qəşəng yayılır. Belə çox asan olur. Sonra isə üzərinə duzun, üstiyotun. Mən üstiyotu hər qatına yox, 2-3 qatdan bir əlavə edirəm. Çox üstiyotda olmasın deyə, uşaqlar rahatlıqla yeyə bilsin. Amma duzu hər qatına məsləhətdir ki, qatasız. Sayını azaltıb çoxalta bilərsiniz təbii ki, ailə üzvlərinizə görə. Bir də onu vurğulayım ki, toyuğun döşətin suya duz əlavə edib pörtətmişəm. Elə də daha gözəl dadlı olur. Bir də onu vilka vasitəsi, çəngəl vasitəsilə didmişəm. Qalan bütün ərzaqları isə süzgəcdən keçirmişəm. Bir dənə sadəcə Holland pendir süzgəcin ən xırda gözünə keçirtirəm ki, kobud görsənməsin salatımız üstündə. Mən salatı içərisinə əlavə etmirəm. İstəsəz pendir əlavə edə bilərsiniz. Mən sadəcə salatın üzərini həm dekoru görə, həm də çox gözəl dad verdiyi üçün sadəcə salatın üzərinə əlavə edirəm. Beləliklə qat-qat tərəvəzlərimizi əlavə edirik. Çox asan bir salatdır, amma bir o qədər dadı da gözəldir. Süfrədə görünüşü gözəldir. Doyumlu bir salatdır. Əgər mənim elədiyim salat kimi belə qəşəng hündür, tort görünüşünə çıxmanı istəyirsinizsə, onda qabın ölçüsün balaca götürün. Balaca dedikdə hal-hazırda elədiyim qab plov buludu böyüklüyündə olan bir qabdır. Yəni çox da xırda bir qab deyil. Bildiyimiz yəni yemək qabı deyil. Plovlar süfrəyə verdiyimiz qab ölçüsündədir. Təbii ki, siz istəsəz sinirdə də edə bilərsiniz. Yəni o sizin istəyinizə görə və tərəvəzdən azlığına, çoxluğuna görədir. Amma belə edəndə daha qəşəng hündür olur. Yəni qəlibdən falan istifadə etmirəm. Belə üst-üstə yığdıqca görəcəksiniz ki, öz görünüşünü artıq alır. Qəlibə də ehtiyac yoxdur. Bəzi xanımlar qəlibdən istifadə edir. Tort qəliblərindən ki, görünüşü yaxşı olsun. Amma belə etdikdə yəni ehtiyac olmur. Çünki artıq qabın yumruluğuna görə öz görünüşünü götürür. Belə hər qatına təbii ki, mayonezini əlavə edirik mütləq şəkildə duzun. Duzun da çox olmayacaq şərtlə. Yəni normal ki, çox duzlu salatımız çıxmasın. Baxın, kənarlarına da mayonezi vurdum. Bol-bol mayonezdən istifadə edirik ki, quru olmasın salatımızın içi. Mayonezi görürüz, qətiyyən yaymıram. Hər tərəfinə belə elədim. Sonra üzərinə pendiri belə əlavə edirəm. Çox gözəl görünüşü olur. Çox gözəl olur. İştah açıcı bir görünüşü olur. Pendirlər də bildiyiniz kimi satışda müxtəlif olur. Alarkən deyin ki, salat üçün istəyirəm. Mimoza salat üçün deyəndə onlar ən məsləhətli pendir hansısa onu verirlər sizə. Baxın, belə oldu. Sonda bəzə etmək istədim. Qar dənəsi. Yəni istəsiz etməyə də bilərsiniz. Sadə də gözəl görsün. Və yaxud üzərin qozla, gavalı qurusuna çox gözəl yaraşır. İçərinə əlavə edənlər də olur. Sadəcə mimoza əslində, yəni içərisi bu qədərdir. Amma əlavələr də edənlər olur. Mən belə olduğu kimi sevirəm. Üzərində sonda qalan mayonezlə baxın belə bir naxış elədim. Məncə gözəl oldu. Kəsərkən də tort dilimi kimi kəsilir. Bir-iki saat dincəldikdən sonra yemək üçün artıq hazırdır.
Bakın görünüşü belə oldu. Çok güzel de oldu. İnşallah ki beğendiniz. Kanalıma abone olup destek olmayı unutmayın. Hələlik, sağ olun.